Bilməyəcəm. İncə sonuncu qaldı. İçinə getsəm acılar. Salam Hər dostlar, kəsə. necəsiz? Bugün Çindən bizim üçün abırcım. Yaxşı deyəm. Yemək yedi. Dostlar, bugün bizə Çindən gələn xüsusi abırcımları sizinlə birlikdə yoxlayırıq və öz fikirlərimizi bildirəcəyik. Yəni onları yoxlayıb sizə puanlayacaq və sizə deyəcəyik. Deməli, bu abur-cuburlar üçün ilk öncə Günel bəyimizə buradan sonsuz təşəkkürlərimizi bildiririk. Nədir? Görmürsən nələrə girsən dartın canım. İlk öncə gəlin başlayaq bir dənə belə böyük bir dənə uzun şokolad var. Litka şokolad kimi. Görək indi bu nə dadır? Ben beğendim bunu. Bəyənərsən. Sən hər şey bəyənirsən. Hə? Bu arada onu deyim ki, çox fərqli Onu sevirəm. abur-cuburlarını yəni Azərbaycanda olmayandır. Çok da şey iyisi var. Abi Mr. Beast, Mr. Beast. Mr. Mr. Beast. Qoxusu çox İyiliyim, şokolad qoxusu. iyiliyim, iyiliyim. Görünür oradan. Biz Çindən çox şeylər yemişik. Burası bu fərqli. Bizə bu arada Yaponiyadan da gəlmişdi. Xərçəng çox da gəlmişdi. Ha, bir dəfə oradan gəlmişdi. Ona çox Bir dənə deyim nə istəyir? Kinder şokoladını istəyir. Ha, gəlin yoxlayaq. İndi tez Gəl. gəlirsən. Arxa kadrada göndərin zəhmət olmasa. Bir tane burada. Aa, bu sənin. Yanaşdım. Al. Bəyənmədim. Ben beğendim. Bəyəndim. Keçəydim öncə. Bəyəndim. Korodama sesi söyle. Aa, ağzı ses gəlir. Ana bu elçimi ses kaldır bu. Sonra bir dənə marketlərdə olur deyə belə şəkər kimi də onu yiyəcəyizdə pırt-pırt səslər gəlir də pat-pat deyə. Eyni bu qəhvə də ondandır. Şokoladdır. Yəndə az ses olur. Çay sənin çay partiyası. Bunu yoxladıq. Buna puanımız neçədir? Buna neçə rəqəm verirsən? 2. Yok. 5 puan. 5 puan verirsən. Mən bəyəndim 8. İndi asın yoxlayaq. Ya Gəlin. bunu. Bunu. Uşaqlar bu maqnitdir. Ha, bunu yoxlamaq istədim. Bu maqniti televizora açdım. Xanəndikə yapışır. Yəni ki, gedin ölkənin simvolunu göstərir. Çox qəşəngdir. Bilir abi nədir? Belə xatir kəbili yapışdırsınlar da qaldı yeməli. Mənim ağzım nədir partiyası? Mənim. Ay, bunun 3 dənə Ben yox bunu. elə bil. Ben bunu. Hə. Mənim çox merak elədiyim bu jələlərdir ki, nə dadır deyə bunlar çox merak edirəm. Məncə bu qatıqdır. Bunu yoxlayaq da. Məncə hə. Gəl ağıyor. Burasında önəsə belə qəribə. Ya bunu yoxlayaq. Yox, birinci bunu yoxlayaq görək bu nədir? Qatıqdır. Baxın ağı yoxlayıram amma. Sən birinci yoxladar amma. Görək hə. Bu jölədir ay qız nə qatıq. Söyle. Südül. Aa, Mən onu yemək istəmirəm. süd gəl. Mən onu yemək istəmirəm. Ver bana. Yəni suyu zat. Bu necə yeyirlər? Çinli kimi. Başqa ona bax. Çox xoşuma gəlir. O tinə vursa yeməyin. Kiminle tadı? Bəyəndin? Bunu da mən dadıram dostlar. Çirəyidir bu da şöyle. Bunu mən dadmaz. Bu nədir? Bu da üzümlüdür. Yaşlı nədir? İçində mesela dənəciklər var, üzüm dənəcikləri. Görək nədir? Jələ kimidir bu da. Bu siz nədir? Bubble tea kimi şey. Rav yedi. Rav'ı bağı nədir? O daşdan yumuşaq hava yeyir. Mən açalım. Ver görün bana. Aa, bu keçi şeydir. Babalamın batırsı. Şimdi ver onun tadına baxım. Bunu ye. Ya ben bunun tadına bakalım. Açılış jülələr o qədər də bəyənmədim. Mən jülə sevən bir insan deyiləm. Ay, Rav üstümə döktün. Ən iğrənc video diye bu çəkdiyim. Sən də vaxt tadına. Məncə indi bunu yeyəkdən olar. Mən bunu çox merak edirəm. Mənim istəklərim olar ortaya gəlsin. Gəlin bunu yoxlayaq. Uşaqlar, bu da adi bildiyimiz şokoladlı pechenye kimidir. Dənəcikli. Gəlin yoxlayaq. Ona 2 dənə çıxır. Hər ikisində yağ yağdı. Doğru. Hə. Kaç 5 dənə çıxsın. Tarda da. Mən belə şinətdə çox pişirdim. Tar başqa şey yoxlayırıq. Görən içinlər pişə bilirlər.
Ha bir daha Gözünü diyan, bir dənə diyanda alasan yarı böl. Cabra, kadır. Kaldır neden? Ala. Kadır. Kaldır. Baxın, belə bir şeydir. bu Birinci dünya. iliyi değil. Obada satılan 30 qəpilik şey yok şu şinet olur. Bəyəndim. Bəyəndin? Ben pişirdim. Bəyəndin? Puan vermeliyim. Puan ver. 7 puan. Gögüm. Benden 10. Məncə də. Çox tatlı. Oreo dadını ver. Burada Oreo'muz var. Çörəklidir. Ay. Ben yedim bak sonra. Sen bir yerden uzu aşağıda da. Aa! Gəlsin, gözlə də diyan, səbirli ol. Hı. Al. Kakao da bunun çok güzel tadı var. Bəyəndim. Çox tatlıdır. 5. Mən 10 verirəm. Ya. 3. Yok. Niyə? Çeyrek çok tuzlu. Buna hiç gelmiyor. Bunu Yok. da çox tatlı. Yok. Ben tek puan verdim. 20 puan. 20 puan. Burada da bir dənə belə deyim də. Nə gedir bu? Siz Konfetto. nənələrin konfet olur, marmelat kimi, onun kimi bir şey deyəsən. Yersən? Ha, konfeti axırda yerindən də ağzımızdan çıxartırlar. Tamam. O nədir? Bilmirəm. 2 dənə də buna deyəsən. Can bilmirəm. Gözlə, gözü göstərəydi bir videoya. Hadi bak. Benim şeydi, ne bilmeydi ama nerede? Yani yoxlayaq. Top kimi bir şeydi. Ama topla. Voleybol topu məsələn. Aa, şey iyisi gəlir bundan. Rafael'la iyi gəlir. Gözlər elinə. Nə Rafael ama. Allah. Peso kutusuna batırılmış çörək. Doğrudan. Çok qəribə yemək tərcih, belə deyim də. Abur cuburları və yeməkləri var. Çox qəribədir. Lobiya isi gəlir. Bu nədir? Ay. Yersiz. Pis deyil. Yəni şüniyyət qalmasa, əgər dünyada yemək Mən məcbur halda qalsam belə yeməyəm. Pis deyil. Sizə bir şey deyim. Rafael'ladır. Oturacam. Məncə də 7 düz deyirsən. Sən çevirdin. Ben Bəyənmədin. Beğendim. Yiyirsən, Hər şey ona görə bəyəndim. deyirəm. Şimdi ben buna Buna sen elli puan verdim. Meryem puan. O şeyində. 2 dənə də belə bir şey var. Demən nədir, amma yoxlayaq. Meryem puan verdim. Şeydə nədir? Al. Biz Bu sayəsində. nədir? Bunu da bəyənəcəm biz sayəsində. Deyəndə aşkım deyəm. Çox yumuşaq bir şeydir, amma bilmirəm nədir. Maçı. Maçı. Maçı belə Bu var. şey oxşayır, belə Ey. o nədir? Ford maşınlarının arxasında 5 gün qalmış satılışa çıxarılan bazardakı şapdallar olur. Haydi eyni, ala. Al bax tadına. Sonra Bəyənmədin. ben sen puan veririm. Bəyənmədin. Ben sen puan veririm. Aşkım yemədin heç. Bu yaktan. Mən də açıb bunu yedim. Nədir? Bu da pendir çarəsi var. İğrənc. Vay, Ben çok de- iğrençti. İyisi çox. Deyir nəyisə oxşayır. Ayda bu nədir? Ben beğenmedim bunu. Eh, İyisi çox pisdir. Dadı yaşaydı. Yemə, yemə. Mən yeyə bilməyəcəm. Bir de sonuncu kaldı. İçinə getsəm acılar. Sen puan vermem. 7 puan yer, 67 puan. Sən mən 67 danışam. puan. Təmiz kim 67 gətirdi? Təmiz puan kimsədir. veririm. Mən yeyə bilmədim ki, bəyənməyəcəm bildim. Bunu da mən istəyirəm reklam edeyim uşaqlar. Elə. Bu da ki, bizdə burada obada satılan 30 qəpilik içi şey alan belə cem kimi olan kökələrdəndir. Kökələr, arıqlılar. Yarım bölüm. Məncə ən yaxşı. Allah. Bakın sakalatlı de, sakalatlı görünür. Tadı çok güzeldi. Sən niyə hər şeyi bəyənirsən? Hatta ben yemem.
Ləman kimi oxşuyur. Deniz içəcəyimdir də bunu. Məcbur qalsam yiyərəm. Belə sevmədim. Mən kökə Mən sabun sevmirəm. normalda bəzən Mən bilmirəm. bəyəndim. Bəyəndin? Mən buna 7 puan verirəm. 7 puan. Mən buna 2 puan. Mən buna təzə. Açığı biz bunu yoxlamışdıq. Bundan başqa bir dənəsi. Bir də pəndə var. Hayanda yemə. Yedim. Sonda isə uşaqlar, özüm sizə ən sondakı ən böyük sürprizi göstərmək istəyirəm. Deməli, belə bir kameram var, hansı ki mənə bu hədiyyə olaraq gəldi oradan. Bunu da günə ad günü münasibəti ilə alıb. Ona buradan qucaq dolusu sevgilər göndərirəm. Təşəkkür edirəm ki, mənə belə bir hədiyyə alıb və belə deyim də, məni düşündüyünə görə də ona çox təşəkkür edirəm. Təbii ki, hər bir kəsin həyatında onu çox sevən, onu dəstəkləyən yaxını, tanışı var. Mənim də yaxınım və hər zaman dəstəkləyən ailəmdən sonra Günel bebidir. Ona buradan çox-çox təşəkkür edirəm. Və istəyirəm sizə göstərim kameramı. Yəni, birlikdə açaq. Tətam, belə görünür bu. Deməli, bunu videolar, vloglar üçün istifadə edəcəm. Bu nədir? Bu onun dik qalması üçün istifadə olunur. Bu da kameranın özü. Bir dəqiqə. Baxın. Bu 360 dərəcə çönə bilir bunun kamerası. Məsələn, belə durub danışanda özünüzü göstərir. Amma belə durub çevirən zaman arxanızdakı şəxsi və ya da ki, hadisəni və nə yaxud nəyəsə göstərə bilir. Kamera Götürsən. bu şəkildə yanır. Görünmür. Çox işıqlıdır. Aha, əsasıdır ki, yanıb. Buna istədiyiniz qədər video çəkə bilərsiniz. Səsi falan. Yaddaş kartı lazımdır. Və bunun altında isə özünün adaptörü və yaxud da ki, belə tutacaqları və yaxud da özünüzü açmağa istifadə edə biləcəyiniz iplər mövcuddur. Kameranın özünündür. Bu da onun, belə deyim də, özünün enerjini toplaması üçün özünün zaryadkasıdır. Adaptörü ilə birgə. Burada da onun yaddaş kartı içində olan və belə deyim, telefonu ötürə bilmək üçün lazım olan qurğulardır ki, hansı ki adi iPhone-lar üçün olan, Type-C üçün olan hamısı var. Belə göstəreyim. Baxın belə, bu adi iPhone üçündür, bu Type-C üçündür. Buradakı, belə deyim, bu flash kartda. Bunun içinə çəkdiyiniz kartı yerləşdirirsiniz və məsələn, Type-C üçün eləyirsinizsə, bunu buradan belə taxırsınız. Bu telefonu ötürür, fayl kimi. Yəni ki, belə. Çox təşəkkür edirəm belə bir hədiyyə üçün. Genelbimə bir daha. Siz də videomu izlədiyinizə görə sizə təşəkkür edirəm. Arxa kamerada olan gözəl Məryəm fanatın sana təşəkkür edirəm. Gəl salam da istəyirsən. Salam. Hello. Aha, bunu izlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürlərimi bildirirəm. Ümid edirəm ki, videomu bəyəndiniz. Yoxladığımız məhsulları əgər siz yoxlamısınızsa, siz də yorumlarda qeyd edin. Kanalıma abunə olub videoma like atmaq, fikirlərinizi isə yorumda qeyd etməyi unutmayın. Sonraki videolarımız nə olsun? Siz deyin. Sağ olun. Gələn videoda görüşərik.